2023-cü ilin sentyabrında Kəlbəcərdə hərbiçi yoldaş tərəfindən qətlə yetirilən əsgər Rüfət Ağayevin ailəsində daha bir faciə yaşanıb. Qafqaz İnfo bildirir ki, Rüfət Ağayevin anası Gülnara Ağayeva yol qəzasında həlak olub, onu Suraxanı rayon ərazisində avtomobil vuraraq öldürüb. Qeyd edək ki, ötən il Rüfət Ağayevi mübahisə zəminində öldürən əsgər yoldaşı Talih Qurbanov məhkəmənin hökmü ilə 16 il müddətinə həbs edilib. Ötən gün axşam saatlarında Bakının Nizami küçəsində yerləşən Bonte restoranının tavanı uçub, Günün Səsi info xəbər verir ki, hadisə zamanı işçilər xəsarət alıb. Restorana çağırılmış təcili tibbi yardım başından xəsarət alan əməkdaşları xəstəxanaya çatdırıb, onların başlarına tikiş qoyulub. Sayt hadisə ilə bağlı Bonte'nin sahibi ilə əlaqə saxlaya bilməyib. Lakin restoranın administratoru Sani Quliyev faktı təsdiqləyib. O bildirib ki, tavanın çökməsi nəticəsində bir nəfər yaralanıb, faktla bağlı araşdırma aparılır. Təbibdən isə bildirildi ki, yanvarın 11-i axşam saat 17 radələrində təcili tibbi yardıma çağırış daxil olub, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərə qadın yerində tibbi xidmət göstərilib və qapalı kəllə-beyin travması diaqnozu ilə kliniki tibbi mərkəzə göndərilib. Kliniki tibbi mərkəzin təcil və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü qadın tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.